Amazon FBA və eBay Dropshippingin fərqləri. Bizə çox gələn suallardan biri Amazon platforması yoxsa eBay platforması, bunun hansı ilə başlasam daha yaxşı nəticələr əldə edərəm sualıdır. Gəlin mən bu video daxilində sizə onların fərqlərini izah edim, sizə uyğun olanı özünüz seçin və davam edin. Amazon daxilində həyata keçirəcəyimiz iş modeli FBA adlanır. Fulfillment by Amazon olaraq da açılışıdır. Bu iş modelində biz stoklu ticarətlə məşğul oluruq, məhsulları Amazon deposuna alıb, öncədən vurub və satışlarını həyata keçiririk. Bunun üçün də bizə müəyyən qədər sərmayə lazım olur. Məhsulun alıb göndərilməsi üçün ən azı $700 sərmayəyə ehtiyacımız olur. Gələk eBay Dropshippingə. eBay Dropshippingdə isə biz öncədən $40-50 investisiya, hətta depozit məbləği ilə məhsulların satışını həyata keçirə bilirik. Dropshipping iş modelində məhsulları öncədən almadığımız üçün biz onu asanlıqla bizdə var imiş kimi paylaşıb satışını həyata keçirəcəyik. Əgər Amazon və eBay ilə bağlı suallarınız varsa və yaxud da ki, hansı platforma ilə başlayacağınızla bağlı artıq qərar vermişsinizsə, rəylərə həmin platformanın adını yazın, biz sizə o haqqda məlumat yönləndirək.